Hər birinizi salamlayıram. Bu videoda İsmail Şıxlının Dəli Kür əsəri haqqında danışaram. Bu dərsimiz biraz fərqli olacaq. Çünki mən Dəli Kür əsərini Dəli Kür filmi əsasında sizə izah edərəm. Düzdür, filmdə bəzi fərqlər var. Yəni əsərdəkindən bəzi fərqlər var. Təbii ki, mən onu da sizin nəzərinizə çatdıracağım. Amma inanın ki, film üzərindən öğrenmek daha yadda qalan olur, daha uzun müddət yadınızda qalacaq. Ona görə də mən sizə tövsiyə edirəm ki, videonu izləyəsiniz. İndi isə biz başlayaq. Deməli, biz əsərdə nə görürük? Birinci əsər başlayır, qeyd edir ki, İsmail Şıxlı orada nəyi qeyd edir əsərin birinci hissəsində? Kəndin ağası olur, yəni nüfuzlu bir insan. Adı nə olur? Cahandar ağa. Və indi bizə göstərəcək Cahandar ağını. Və bu Cahandar ağadır. Mələk bu Cahandar ağadır. Təsadüfən mələk görür. Bu mələkdir. Yəni əsərdəki ilə bu eynidir. Yəni fərqli olanı mən sizə nəzər çatdıracağam. Təsadüfən mələyi görür və mələyi qaçırmaq istəyir. İndi biz bax görək bunu necə qaçırır. Yəni daha yadda qalması üçün. Yəni keçmişdə qadınlarımız çayda paltarlarını yuyurlardı, düzdür? Aha. Gördüyümüz kimi mələk və burada heç bir günahı yoxdur yazı mələkin. Cahandar ağa gəlir. Onu görür, ona gözü düşür. Ciğerim yanır. Zəhmət olmasa atan hesabına. Onu da qeyd edim ki, saxladım məsələ. Cahandar ağa evlidir və 2 oğlu var. Yoldaşı var evdə. Və özü də belə deyək də nüfuzlu bir mülkədardır. Atsan sahibidir. Amma elədiyi hərəkətə baxaq. Əslində özünü qeyrətli sayan bir kişidir güya ki, amma görürsünüz, zorla mələyi qaçırdır. Baxın, gördünüz mü? Zorla mələyi qaçırdır və gətirir evə. Və təbii ki, onu evə gətirəndən sonra xoşa gəlməz hadisələr olur. Nəyə görə? Çünki mələk özü evli insan idi. Mələk Allah yarın